4-1 hesab üstünlüğü yeşillaşdırır. Qısa fasilədən sonra ikinci. Salam, vaxtınız xeyir olsun əziz futbol sevərlər. Alyans Kampaniya şirkətinin sponsorluğu ilə Qaraçuxur Çempionlar Liqasının 17-ci turundayıq və bugünün açılış maçıdır. Nehrəm və Bakı komandaları qarşılaşacaq. Biz ənənəvi olaraq heyətləri sizlərə təqdim edək. Nehrəm komandasının heyətləri belədir. Qapıda bir Ramal Əskər, Oktay, Samir, Ələskər, Elçin, Hüseyin və Zaur. Bakı komandasının isə heyətləri belədir. Qapıda 99 Emin, 2 Orxan, 6 Fərid, 9 Xəyal, 10 Bulutxan komandanın kapitanıdır. 11 Məhəmməd, 23 Əl-Sehran. Ənənəvi olaraq göylü formada Bakı komandası, qırmızılı formada isə Nehrəm komandası meydanda mübarizə aparacaq. Qısa fasilədən sonra maç start götürəcək. Hakim isə oyunculara bəzi tapşırıqlarını edir. Və beləliklə Hakimin də start stili səsləndirilir. Hər iki komandalara uğurlar arzulayırıq. Bol qollu, aqli, ədalətli, gözəl bir maç diləyilə. Muhammed. Yox, bilmirəm Tyson. Mən danışmıram. Muhammed. Xəyal oynadı, geriyə çəkir. Muhammedin toxunuşu o qədər də yaxşı alınmadı. Oktay topladı. Rafiyan arxasına planlaşdırmış ötürmə. Orxan. Maraqla gözləyirəm bu həftə oyunu. Xəyal, yaxın ikinci zərbə, qapısı yerindədir. Elçin. Bəyəni, dayanmayan, çox pasiv. Canlı deyəsən bağlayacam, təzdən açacam. Çox pasiv. Muhammed. Muhammed. Anda bu. Aha, Siraz deyəsən bizim canlı olanlardan reydləri falan. Zaur. Oktay uzaqlaşdırdı. Muhammed. Reydə alınmadı. Samir. Zaur oynuyor. Və onu da sən. Nə oldu sizə bu gün? Gələk mən şərhdən çox sizlə danışım. Muhammed Xəyal oynadı. Xəyaldan bir asma gəlir Bulutxan. Uzaqlaşdı. Out. Bu maçdan sonra Ateşşah və Aura komandası. Aura liqanın lideridir. Ateşşah da liqanın döyüş alınmalı. Muhammed. Muhammed. Türmə yerlər. Sehran zərbəsinə. Blok formda keçlərə. Xəyal. Muhammed. Yanında Əli Sehran oynadı. İndi Muhammed. Muhammedin zərbəsi də çərçivədən yan keçdi. 10-14'dür. Hə. Muhammed. Sol sanasiyə qalan ötürmə. Xəyal. Tavan ötürməsi yaxşı alındı. Bulutxan yenidən Əli Sehran oynadı. Geriyə çəkilir. Yenidən Əli Sehran. Təzyiq var ona. Öz nahil oynadı Muhammed. Yaxşı fırlandı, sıyrıldı bir dəqiqədən. Xəyal. Xəyalın zərbəsi yaxın ikinci. Alınmadı Elçinin zərbəsi. Muhammed. Muhammedin ötürməsi Bulutxan. Yanda Xəyal oynadı. Baxır qapıya. Zərbə indirir və gol!
Muhammed top meydanı tərk edir. Muhammed kesti bir rəqibini. Uğursuz. Muhammed Orxan qayda pozuldu Orxana qarşı. Yaptı. Müdafiəçi qismində bir müdafiəsi var və Muhammedin zərbəsində təhv edir qalkiper. Daha doğrusu biografiya nömrə var. Oradan müraciət edin. Çəkiliş və şərhlər üçün. Yox, xeyr. 13 yaşların çəkiliş şərhini götürülür. Bu arada Xəyalın Orxanla oynuyor. Yerində Sehran. Bir qədər tempsiz bir maç izləyirik hal-hazırda. Muhammed çəkdi sol ayağına zərbə endirir və gol! 4-1. Maestro'dan gol gəlir. Bəyənmə. Paylaşım edən yoxdur. 623 sağ olsun. O bizlər də sağ olsun. Müntəzir bəy, təşəkkürlər. Bu oyundan sonra. Səmimi söhbət ha. Yaxın hiss eləmək yox. Muhammed. Şuna sağsın ha. Fərid. Fəridin zərbəsi itib uçaqdan və qapçı. Dəf eləyir. Və belə ilə ilk hissəndə final fikri səsləndirilir. Birinci hissənə baş komandasını 4-1 hesabı üstünlüğü şumaşdı. Qısa fasilədən sonra ikinci hissədə görüşməklə hələlikdirəm. Bir daha vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq maçın ikinci hissəsinin start fikri səsləndirilir. Yenidən uğurlar arzulayıram. Hər iki komandaya növbəti hissədə. Biləm bəlkə maksimum paylaşım və bəyəni. Bu arada Zaurdan Muhammed 2 nəfərin atəsinə yaxşı sıyrıldı. Baxır qapıya qapısında keçməyə çalışdı amma uğursuz alınır həmləsi. Bəyən oyunda. Mehrəmlər müdafiədən çıxmağa çalışır və qarşılaşır. Göylü formada olan Bakı komandası 4-1 öndədir. İkinci hissə əvvəllərdir. Fərid Muhammed Muhammed Bulutxan tam yerinə düşür ha. Bu arada Muhammedin zərbəsi müdafiəçilərdən top meydanı tərk edir. Aleyküm salam Fatih. Aleyküm salam Namazov. Sağ ol. Fərid sənsən bu? Baxın. Hə. Və bu arada qüvvətli zərbəli Seyxandan dirəkdən gerisə bilir. Mən başım bəş qarışıqdır, başa düşə bilmədim kimləri. Aleyküm salam. Oktay. Oktay və top qapı tilinə geri qayıtdı.
Bu arada Fərdin Muhammed Sehran Muhammedin zərbəsi geridə qalınır. Səbirli olun daha doğrusu. Muhammed'ə divar pası, Sehran'a uğurla alınır. Üçüncüdən sərbə. Hə deyəsən vurur. Muhammed. Qapısına keçə bilmədi. Xəyal. Tapanı ötürməsi Muhammed. Muhammed'in zərbəsi qapısı yer. Bakı komandasından hücum həmləsi. Muhammed topu itirmir. Geriyə çəkilir Bakılılar. Şahmat üzrə Azərbaycan Grand Prix'sində bizim Grossmeisterlərimiz Turaros da deyim. Ucur belə. Polşanın Gdansk şəhərində keçirilən şahmat üzrə dünya çempionatında bizim həm yerlilərimiz 2 gümüş və 1 bürünc medalla tərtib olundular. Fərid nə baş verdi? Qayda konusu qeydə alınır. Muhammed sıyrılır bir rəyimdən, ikinci rəyimdə kesti. Sərbə mövqi axtarırdı və qayda pozulmama qarşı belə şeylər. Ani reaksiya da başa düşürəm, amma eləməyim. Fərid sərf endirir, top səslər. Tez qıda. Muhammed. Sirdə topu, Rəşad. Çin. Və beləliklə final stil səsləndirilir. Bakı komandası 8-1 hesabı ilə qalib gələrək 3 xal aktivlərini yazır və biz də reportajımız sonuna çatdırıq. Oyun boyunca sinəməkdir şəxsinə Seyidər Söyli. Növbəti oyunda görüşmək ümidi ilə hələlik deyirəm.